Baxdım sizin videonuza. Ay, göstərmisiniz, deyirsiniz. Düzdür, bəziləri sırf orada blokla işləyir, amma mənim üsulum elə bilirlər ki, ancaq orada bloka bağlıdır. Bəziləri elə bilir ki, çoxları smartphone nəmli pis sədirə küpəsiz. Gözsüz smartphone orada sırf orada bloka da bağlıdır. Yəni, grafik hər vaxtında neysə fikirləşib, neysə yəni analiz edib, yəni qərar vermək olur. Salam qardaş, necəsiz? Qardaş, sizin analiz üsulunu bölüşmək istirdim mən. Yəni necə bölüşmək istirdim? Yəni hansı formada işlədiyini. Bax qardaş. Hal-hazırda qızıldır, qızıl. Qızılda 5 dəqiqəlik grafikdir. Bax bu hissəni görürsünüz qardaş, bu hissəni. 4964 zonası. Bax buradan düşdü bir dənə düşüş. Sonra həmin zonaya yenə də bir dənə düşüş. Ondan biraz yuxarıdan yenə də düşüş, yenə də düşüş. Görürsünüz? Mən bu hissələrdən açdım sel əməliyyatı. Yəni ən azından 10 dollarlıq, 15 dollarlıq belə hərəkət oldu. Kifayətdir mənim üçün. İndi belə bir şey dedim. Məsəl üçün bu qalxdı da yuxarı, düzdür. Burada indi hamı görür ki order var da, yəni order blok var. Görürsünüz? Order blok. Gəldi, buracan düşdü, fitil atdı deyə. Görürsünüz buracan. Heç order bloku iləmədi. Hamı order blokdan öz əmrlərini qoyanda, mən isə buradan, bu hissədə təxmin 4920 zonası. Mən buradan buy əməliyyatı açdım. Və qalxdı yuxarı. Yəni özünüz də görürsünüz. İndi hamı deyər ki, o fitil, yəni bu fitildə bu fitil. Niyə bura kimi gəldi? Yəni bura kimi niyə gəlmədi? Bu qaranlıq mövzudur. Necə qaranlıq mövzudur? Yəni %1% insanlar bunu bilər ki, yəni niyə görə bura kimi gəlib? O da təbii ki, sizin analiz üsuluna görə. Keçək biraz aşağılara. Məsələn, görürsünüz bu hissələri. Görürsünüz bu hissələri. Gördünüz. Market qiyməti 4905-dən düşüş oldu. Mən daha doğrusu buradan satış sel açmadım. Mən gəldim buradan açdım. Buradan. Bax buradan. Bu da indi siz indi deyirsiniz nöqtə atışıdır. Bu da nöqtə atışı. İndi deyə bilərsiniz ki, niyə yuxarı qalxmadı? Niyə aşağı düşdü? Niyə buradan döndü? Təbii ki, order blok zat heç nədə yoxdur. Bir dənə səhralıq da acı fişi qutardı getdi. Niyə düşdü? Təbii ki, sizin metoda görə. Yəni, hər şey göründüyündən də çox sadədir. Hamı orderlərə yerləşdirir ki, buradan dönüş olacaq, buradan dönüş olacaq. Hani bəs
dönüş olacaqdı burada. Niye olmadı? Niye bura fitil attın? Oje sizin analiz üsuluna göre müəyyən etmək olar. Niyə görədirsə? Yenə də deyirəm, hamı burada orderlə öz əmrlərini yerləşdirəndə mən buradan bay əməliyyatı açmışdım. Hamı buranı gözlüyordu, buradan düşəcəyini. Ancaq olmadı, gəldi buradan düşdü. Sadəcə buranı görsədim mən. Buranı. Hansı qiymətdir? 4852 qiyməti. 4852 gəldi, fitil və atdı, qalxdı yuxarı. Görürsünüz? İndi deyirsiniz ki, qabaqda məsələn order blok var, ay nə bilim nə var, o yan bu yan. Yox, order zat heç nə yoxdur qabaqda. Order olsaydı zaten deyərdim ki, order blok var, buradan dönüş oldu. Xeyr. Niyə görə? Çünki sizin analiz üsuluna görə. Məsəl üçün gəldi, bura fitil atdı, qayıtdı yuxarı. Yaxşı, gəldi, bura fitil atdı, qayıtdı yuxarı. Düzdür? Bəli. Məsəl üçün gəldi, bura fitil atdı, qayıtdı yuxarı. Niyə? Niyə görə? Deyəcəklər ki, order blok var. Yox, order blok da yoxdur. Çünki burada yəni %1% insanların görə biləcəyi bir şey var. Ona görə. O da təbii ki, sizin analiz üsuluna görə ayırt eləmək olur.